Və keçək sonuncu suala, 35-ci sual. Əslində bu sual Telegram kanalına göndərilməmişdi, gözdən qaçmışdı. Amma çox asan bir sualdır, oxuyaq. Hansı cümlədə leksik mənaya malik olmayan söz işlənmişdir? Leksik mənaya malik olmayan söz deyəndə nə başa düşürük uşaqlar? Təbii ki, köməkçi nitq hissəsi. A bəndi, onun məqsədi bir neçə günlüyə buralarda daldalanmaqdır. Burada köməkçi nitq hissəsi yoxdur. B bəndi, kişi son vaxtlar baş verən hadisələri xatırladı, kədərləndi. Burada da yoxdur. Yəni, hamısı əsas nitq hissəsidir. Və C bəndi, sanki qaranlıq gecə yer kürəsinin üzərinə qara pərdə salmışdı. Yəni, biraz köməkçi nitq hissələrindən xəbərli olan uşaqlar mütləq bu sualın cavabını bilməlidir. Çünki sanki modal sözdür. Düzdür, indiki sınaqlar hələlik fonetika və leksikaya aid olsa da, köməkçi nitq hissələrini yenə də qeyd edirəm. Azca bilən bilir ki, sanki modal sözdür. Demək, cavab C bəndidir. D bəndi, bu hərəkətimiz təqdirə layiqdir. Gələcək nəsil bunu unutmayacaq. Burada köməkçi nitq hissəsi yoxdur. Y bəndi, hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa edirdi. Burada da uşaqlar köməkçi nitq hissəsi yoxdur. Cavabımız oldu C bəndi. Bu sonuncu sual idi uşaqlar. Əgər faydalı oldusa, yararlı oldusa, bəyənməyi, paylaşmağı unutmayın. Kanalımıza abunə olun. Əgər tez-tez sınaqların gəlməyini istəyirsinizsə, kanalı izləmədə qalın. Sağ olun.